Hı hı. Cins itlərdir. Yəni çıxın indi birazdan artıq payız mövsümü başlayır. Çox adam alır iti, daha sonra buraxır. Yay mövsümü başını qatır belə deyək. Sonra buraxır küçələrə. Küçələrə baxın nə qədər cins itlər var. Haskilər var, artıq retrieverlər, labradorlar küçədə doludur. Əsasən bilgək, novxanı baxın da buralara. Bunun pis tərəfi nədir? Pis tərəfi odur ki, küçə itləri artır. Sürətlə artır. Yəni Xaricdə küçə itlərini görmək demək olar ki, çox nadir hallarda görə bilirsən və onlar bu itləri xüsusi dərmanlarla artımının qarşısını alırlar. qısırlaşdırılır. Bəli, Əməliyyat. qısırlaşdırırlar. Ümumiyyətlə doğrudurmu sizin fikrinizcə qısırlaşdırmaq, yoxsa yəni bizdə indi küçələrdəki itlər təbii ki, adamın da yazığı gəlir, bəzən görürsən ki, o itlər heç nə tapa bilmirlər, zibilliklərdə eşələnə qalırlar və bəlkə də eləncə bu minvalla nə qədər it ölür. Yəni aclıqdan ölür. Təbii ki, elədir. Ümumiyyətlə hələ də qabaqdan qış gəlir, ümumiyyətlə onlar üçün yemək tapmaq çətin məsələdir.